Dostlar, yenidən xoş gördük hər kəsi. Çasporun TV-də bugün gənc şahmatçımız Əhməd Xaqanın oyunu var. Bildiyiniz kimi İtaliyanın Montesilvano şəhərində gənclərin dünya çempionatı davam edirdi və turnirdə həmyerlilərimizdən Əhməd Xaqan son turlarda möhtəşəm qələbələr qazanaraq öz karyerasındakı uğurlara daha birini əlavə etdi və şahmatçımız həmin yarışda 16 yaşa qədər oğlanlar arasında dünya çempionu oldu. Bu videoda isə Xaqanın bu yarışda 8-ci turda qarşılaşdığı Henry Tudor'la maçını sizlər üçün şərh etməyə çalışacağıq. Videonun ən az 300 like hədəf var. Bu dəfə satmamıza dəstək olacağınıza təbii ki inanırıq. Hazırsınızsa oyuna keçək. Xaqan ağlarda, Tudor qaralardadır. Y4 C6, D4 D5 tərəflərində Karoka müdafiəsi ilə start verirlər. Y5 C5, D vurur Xaqan. Y6-dan sonra filin yol açır və C5-dəki piyadaya hücum var. Xaqan isə vəzir H5 gələrək Y5-də piyadanı müdafiə edib F7-dəki piyadaya müəyyən bir təzyiq göstərir. Fil C5, fil D3, vəzir B6 yerişindən sonra qaraların məqsədi həm B2 hücum eləmək, həmçində F2-dəki piyadanı vurmaqdır. Xaqan isə at H3 gələrək F2-dəki piyadanı müdafiə etmiş olur. Rəqib oynayır at C6, Y5-də piyadaya hücum var. Xaqan isə qala qurub vəziyyətdə. Stokiş bir o qədər də bu yerişi bəyənmir. Çünki qala qurmadan sonra qaraların güclü fil D4 əmləsi var. Fil D4 ilə rəqib həm Y5-də, həmçinin ki B2-dəki piyadalara eyni anda hücum edir. Top Y1, Y5-də piyadanı müdafiə edirik. J6 vəzirimizə hücum var. Birbaşa fil B2-də vura bilərdi, amma ilk növbədə J6 gələrək vəzirə hücum eləyir. J6 vəzir qayıdır H4 xanasına. Fil B2, fil B2, vəzir B2 və bu vəziyyətdə hazırda qaralar bir piyada öndədirlər. Amma buna baxmayaraq hələ ki qaraların şah mərkəzdə qalıb və rəqib qala qura bilmir. Xaqan isə atını D2 oyuna çıxardır. Təbii ki, vəzir B2-dən sonra at A1, vəzir A1 daxil edilsin. Əsas məqsəd idi at D2, vəzir B4, vəzirləri dəyişdirmək təklif edir. Çünki şah mərkəzdə qalıb və ağların vəziri nə qədər ki lövhədə var, bir o qədər qaralar üçün bu təhlükəlidir. Ona görə də qaralar tez bir zamanda vəzirləri dəyişdirib vəziyyəti sadələşdirməyə çalışırlar. Bir tərəfdən də bir piyada öndədirlər, yəni material üstünlükləri var. Vəzir B4, vəzir J5, təbii ki Xaqan vəzirləri dəyişdirmir. H6, vəzir qayıdır Y3 xanasına, növbəti yerişdə vəzir D4, yenə də rəqib eyni planla vəzirləri dəyişdirməyə can atır. Xaqan isə bu dəfə vəzir J3 xanasına geri qaytarır. At J7, rəqib yüngül figurlarını oyuna daxil edib, yavaş-yavaş qala qurmağa hazırlaşır, amma təbii ki çox təhlükəlidir bu. Əgər fil D7 uzun qala olarsa, top B1, B xətti müəyyən qədər açıq xətti. Əgər qısa qala qurarsa, bu halda da filin hücum var J6-dakı piyadaya, at F4-dən J6-ya düşə bilər. H6-dakı piyada o qədər də yaxşı müdafiə olunmuyor. At J7-yə Xaqan oynayır top B1, B7 piyadasını hücum edir ki, rəqib fil D7 oynaya bilməz. Məsələn, vəziyyətdə əgər qaralar qala qursa, bu halda at F3 ilə hücuma başlamaq mümkündür. At F3, vəzir qaçır C5 xanasından, bu halda vəzir H4. İndi H6-dakı piyadanı istəyirəm. Şah J7-yə isə vəzir F6-dan şah verir, şah H7, top B5. Yetər qədər rəqibin narahat eləmək mümkündür vəziyyətdə. Gördüyünüz kimi şah o qədər də yaxşı müdafiə olunmuyub. Top A1-ə isə geri dönək. Top A1-ə isə F5 oyunu vəziyyətdə Henry Tudor və F5-in davamında hal-hazırda J6-dakı piyadanın müdafiəsi müəyyən qədər zəifləyir. Xaqan isə təbii ki keçiddən vurmaq şansı var. Məhz elə də olur. YF və şahmatçımızın topunun da yolu açılır. Top Y6-dakı piyadaya da hücum edir. YF, vəzir F6, at düşür F4 xanasına, 2 qat zərbə var. Y6 və J6 piyadanı təbii ki əsas hədəflər məhz həmin piyadalardır. Y5-dən sonra at J6, piyadanı geri qaytarırıq. Top J8, vəzir H4 geyişi bir qədər Xaqandan dəqiq gediş olunur. Vəzir H4 geyişi indi vəzirləri dəyişdirməyə təklif edir rəqibinə. Çünki artıq vəziyyət bərabərləşmir. Yəni materiala görə bərabərlik var lövhədə. Amma rəqib burada top J6 vurur. Top J6 geyişdə 2 yüngül figur bir topa qarşı belə bir vəziyyət yaranır. Top J6, fil J6, vəzir J6 və F4. Hal-hazırda Henry Tudor'un 2 yüngül figuru var. Fil at Xaqanın topuna qarşıdır. Əsas kompensasiyamız isə bu mövqedə rəqibin şahının mərkəzdə qalmağı ilə bağlıdır. Hələ də qala qura bilməyib. Xaqan isə təbii ki rəqibin şahı mərkəzdə olduğuna görə məhz mərkəz xəttlərini açmağa çalışır. Bu baxımdan da F4 yerişinə müraciət edir. F4, vəzir C4 bir daha rəqib artıq səhv etməmirəmsə 5-6-cı səfərki vəzirləri dəyişdirmək istəyir. Xaqan isə elə ən azı o sayda bu dəyişiklikdən imtina edir. Vəzir H6 piyadanı götürürük. Vəzir F4, rəqib piyadanı bir daha geri qaytarır. Vəzir H8 şah, şah D7, at F3, bu dəfə Y5-də piyadaya hücum var. Y4 lövhədə ən dəqiq gedişdir. Atımıza hücum var və üstəlik rəqib öz piyadasını bu şəkildə, yəni qaçmaq üsulu ilə müdafiə edir.
at D4, vəzir Y5, daha bir təklif var dəyişikliklə bağlı. Vəzir H3, sanki bir qaçıq oldu var burada. Rəqib hər gedişdə vəzirləri dəyişdirmək istəyir, Xaqan isə yox. Vəzir H3, şah D8, atlar dəyişir C6 xanasında. At C6, B-C. Xaqan vəzirini A3 xanasına gətirir. Artıq vəzir A3 və vəzir A5 kimi təhdidlər də yaranır lövhədə. At F5, növbəti yeşilsə topumuzu B3-də saxlayırıq. Top B3, təbii ki, burada top H3, top H xəttindən də oyuna daxil ola bilər və ya başqa bir plan topumuzu, digər topumuzu da B xəttindən gətirə bilərik. Əsas məqsəd isə təbii ki, top H3 olacaq burada. Sanki ikili bir planla oynayır şahmatçımız. Top B8, top H3, vəzir D4 şah, şah gəlir H1 xanasına. Hal-hazırda mənfi 2-yə yaxın rəqibin üstünlüyü var. Şah C7-dən sonra isə Xaqan daha bir piyadasını qurban verir və C4 oynayır. Rəqib əgər vəzirlə həmin piyadanı götürsəydi, top H7 şah, fil D7-yə dönəndə isə vəzir A7. Təbii ki, C4 girişin məqsədini burada belə başa düşürük ki, C4 rəqibin vəzirini yayındırmağa çalışır. Çünki vəzir D4-də onda A7-dəki piyadaya nəzarət edirdi. Vəzir C4-dən sonra isə top H7, fil D7 artıq vəzir D4 xanasında deyil və ona görə də A7-dəki piyadanı rahat şəkildə vura bilərik. Amma C4-də rəqib şah B7 kimi bir kobud səhvə yol verir və şah B7 sanki Henry Tudor şahını A8 xanasında gizlətməyə tələsir. Xaqan isə bir qədər düşünür və düzgün geyişi həyata keçirib. Bu vəziyyətdə rəqibin 53 saniyə vaxtı var. Xaqanda isə 6 dəqiqə 43 saniyə. Təbii ki, vaxta görə də yaxşı bir təzyiq yaratmağa bacarır şahmatçımız. İlk növbədə CD piyadılar dəyişir və davamında J4 gələrək ata hücum edirik. Rəqib isə atını rahat şəkildə geri qaytara bilmir. Çünki D6 və Y7 xanaları vəzir tərəfindən nəzarətə götürülüb. At əgər J7-yə geri dönərsə, bu halda top B3 həmləsi var. Top B3, şah A8-ə, top B8, dəyişdirirəm topları. Daha sonra vəzir D6 şah, şah A8-ə geri dönəndə top B1, indi B8-dən mat istəyirəm. Əgər fil B7-yə gəlsə, bu halda vəzir D8 şah, şah C8, vəzir C8, məhz bu şəkildə rəqibi mat eləmək mümkündür. J4-dən sonra at Y3 həmləsi var idi, amma at Y3-ə də bu halda gördüyünüz kimi bütün figurlarla Y3 xanasına nəzarət edirəm və at Y3-ə top Y3, yəni hər iki topla Y3-dəki atı vura bilərəm və ya da ki vəzirlə. Henry Tudor J4-dən sonra vəziri F2 xanasına gətirir və vəzir F2 geyişi ilə Y1-dəki topumuza hücum edir. Xaqan top B3 şah verir, şah qayıdır A8-ə, toplar dəyişir B8 xanasında, top B1 şah, rəqib isə şahını A8 xanasında gizlətməyə çalışır. Xaqan vəzir B3-ə cavab verir. Hal-hazırda vəzir B8 mat istəyirik. Rəqib isə artıq bu dəfə belə istəyinə çatır, vəzirlər dəyişdirmək istəyinə çatır, amma artıq gecdir. Çünki vəzir F3, vəzir F3, YF, JF. Rəqibin F5-dəki atı boşda idi. Fil F5 və 42-ci geyişdəki top B2 geyişi oyunun son həmləsi olur əziz şahmat sevərlər. Çünki top B2-dən sonra Xaqanın keyfiyyət üstünlüyü var. Rəqibin düzdür ki, keçid piyadası var, amma ciddi bir təhlükə yoxdur. Şahımız da yaxındır. Üstəlik H xəttində də bizim keçid piyadamız var. Yekunda isə Əhməd Xaqan 8-ci turda Henry Tudora 42 geyişin tamamında qalib gəlir. Və yekunda şahmatçımızı dünya çempionluğu münasibətilə bir daha təbrik edirik. Həm şahmatçımızı, həm şahmat federasiyasını, həm şahmatçımızın valideynlərini, müəllimlərini, məşqçilərini, hər birini təbrik edirik və inanırıq ki, Xaqanın bu uğurları daha da davam edəcək. Gələcək ümidlərimizdən sayılır Əhməd Xaqan. İnşallah ki, növbəti oyunlarda daha da böyük uğurlara imza atar. Yarışdakı digər şahmatçılarımızın nəticələri barədə isə növbəti videoda sizə məlumat verəcəyik. Dostlar, hər birinizə təşəkkürümü bildirirəm. Videonu izlədiyinizə görə, videonda müəyyən like hədəfi var idi. Bəlkə çatmamıza dəstək olsanız sevinərik. Siz də oyun barədə, həmçində Əhməd Xaqan barədə öz fikirlərinizi rəy bölməsinə qeyd edə bilərsiniz. İnşallah növbəti videolarda görüşən qədər özünüzə yaxşı baxın. Hələlik.